Ötən həftə Kupon Booking şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Türkiyənin məşhur manga qrupunun konserti keçirilib. Konqresdən öncə qrup media nümayəndələrinin suallarını cavablandırıb. 2 yıl önce çaldık. Yani çok sık konser. Qrup üzvləri Bakıda olmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər. Onların sözlərinə görə Bakı tez-tez konsert verdikləri şəhərlərdən olmasa da hər gəliş onlar üçün xüsusi həyəcan yaradır. Qrup vurğulayıb ki, tamaşaçının enerjisi musiqiçilərin ifasına ciddi təsir göstərir. Müsahibə zamanı əməkdar artist Sevda Ələkbərzadə ilə birlikdə səsləndirilən Ulu Vətən mahnısı da xatırladılıb. Qrup bu layihənin onlar üçün xüsusi olduğunu deyib. Qrup xalq artisti Alim Qasımovla birgə musiqi layihəsi həyata keçirmək istədiklərini qeyd ediblər. Mahnıların yaranma hekayələrinə toxunan qrup üzvləri bəzi parçaların şəxsi yaşantılardan, bəzilərinin isə adi söhbətlərdən doğulduğunu qeyd ediblər və səmimiyyətin dinləyici ilə bağ qurmaqda əsas rol oynadığını bildiriblər. Sonra manga qrupuna azarkeş tərəfindən portret hədiyyə edilib. Yeni ya. Bir ay önceki yeni fotoğraf. Qrup Azərbaycan tamaşaçılarına təşəkkür edib və konsert üçün səhnəyə yollanıb. Manga konsert proqramında həm sevilən köhnə hitlərini, həm də yeni mahnılarını səsləndirib. İfa zamanı tamaşaçılar mahnılara birlikdə qoşulub, zalda güclü emosional ab-hava yaranıb. Oturacaqlı zal olmasına baxmayaraq, bir çox tamaşaçı ayağa qalxaraq mahnıları ayaq üstə dinləyib və ifalara coşqu ilə reaksiya verib. Konsert emosional anlarla yadda qalıb və musiqi sevərlər üçün unudulmaz gecəyə çevrilib. Və əziz tamaşaçılarımız, sujetimizi izlədiniz. Ötən həftə Kupon Booking şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Türkiyənin məşhur manga qrupunun konserti baş tutub. Konsert emosional anlarla yadda qalıb və musiqi sevərlər üçün unudulmaz bir gecəyə çevrilib. Təbii ki, o konserti də elə gedib izləyənlərdən biri də elə biz olduq əməkdaşlarımızla birgə. Möhtəşəm idi hər şey. Təşəkkürümüzü bildiririk elə orada bütün heyətə. Sağ olun, var olun.